Kərbəlayı, iki ailənin yaşaya biləcəyi möhtəşəm sənə bir dənə ev təqdim edirəm. 6 otaqdan ibarət, 2 hamam saunzeri, 2 kuxnadan ibarət. Bir dənə Kərbəlayı aşağı həyətdə çək. Bir maşın, elə dirəsə biraz qırağa ikinci maşını da salmaq ola biləcəyi bir dənə həyət evi göstərirəm. Birinci, ikinci mərtəbədən başlayaq. Bu səfər fərqlilik olsun. Evdə bir gözəlliyi var. Gəl. Gəl Kərbəlayı. Girdin ikinci mərtəbəyə. Yəni 200 kvadrat. Ev birinci mərtəbə full istipol, yuxarı kombi sistemi, görürsən də səliqəli. Birinci ilk olaraq bu otağı göstərəcəm. Bax bir dənə zala, gözəlliyə bax. Ev əşyasız satılır, məlumatınız olsun. Bax evdən qardaş, hər evdə. Bax indi dəstəmazlıyam deyə rahat əl vururam. Hər evdə Quran şkafın başında olur. Quran şkafın başı üçün deyil. Quran hər gün oxumaq üçündür. Allah qismət eləsin, hər gün Quran oxuyasınız inşallah. Deməli, bu bizim birinci otağımız idi. Otağın gözəlliyi, genişliyi, səliqə-səhmanı Allah şahid ki, evdə əsl, yəni o qoxu var ki, yəni həqiqətən də, yəni Quranın öz qoxusu var da qardaş bu evdə. Bu ikinci otağımız, gəl bura. Bu da bizim üçüncü otağımız. Üçüncü otağımız səliqə-səhmanı yerindədir. Çox səliqəli evdir. Kuxnanı da zaten gördünüz. Buradan zaten Kərbəlayı sağ olsun göstərib. Gəl Kərbəlayı. Bu da bizim hamam saunzerimiz, genişlik. Keçək indi sizə birinci mərtəbəni göstərəcəm. 200 kvadratda olan bu evin ikinci mərtəbəsi idi. Gəl indi keçək birinci mərtəbəyə. Hə Kərbəlayı, düşürük birinci mərtəbəyə. İndi bir də səliqəsiz ola bilər. O heç. İndi gəl bir dənə sizə bir şey var, onu göstərim. Bura 2 dənə qaladovkadan ibarətdir. Yekə, banka, mamaların ən böyük problemi. Banka bolan hara yığacaq? Bax bura yığacaqsan. Bu bir, o da aşağıda ikinci qaladovkadır. Orada. Gəl indi səni evlə tanış eləyim. Birinci mərtəbədə. Birinci mərtəbə, yəni qardaş, sənə nə deyim? Gözəllikdir də, yəni. Bax bir dənə. Heyrətamiz, yəni ev əsl həqiqətən. 2 dənə ailə, qardaş, girsin rahat şəkildə yaşasın da bu evdə. 2 ailə çox rahat şəkildə yaşaya bilər. Bu birinci mərtəbəsində olan, qardaş, kuxnası və nəzərinizə çatdırıram ki, kuxna mebeli zad yerində qalacaq. Bu heç. Bu öz yerində. Bu da aşağı birinci mərtəbənin, belə deyək, bir zalıdır. Aşağıdakı ikinci otağıdır. Göstərirəm. Kərbəlayı, gəl buranı da sənə göstərim. Bu da növbəti otağımız. Vallahi billahi deyirəm ki, yəni düşünmədən bu evi gəl götür. Bax, düşünmədən gəl bu evi götür. Niyə? Niyəsini də sənə deyim. Gəl bir də hamam saunzeridir bir dənə çək. Kərbəlayı. Bu da hamam saunzeridir. Birinci mərtəbə hamam saunzeridir. İndi gəl bura. Gəl indi mən sənə deyəcəm bu evi niyə görə götür. Saxla videonu. Gəl Kərbəlayı, gəl. Əsas sənə deyim bu evi niyə al. Ona görə al ki, 2 qardaş ev almaq istəyir. Qardaş, bu sənə yararlıdır. 2 ev almaq istəyirsən, elə bir ki, 2 evdə sənə bir dənə ev verir, özü qiymət. Möhtəşəm qardaş, girdin, masajın kruqundan girdin, qardaş, probka görmürsən. İpotekaya yararlı. Sənə də bax, paket kupça. Həyətində, torpağında, evində, eşiyində, stola qədər qardaş, bunların sənədləri var, yerindədir. Allah alana da, satana da xeyir eləsin. Nəzərinizə çatdırıram ki, evimizin kvadratı 200 kvadratdır. Xırdalanın mərkəzində, o ki deyirlər milyonerlər məhəlləsi, əsl milyonerlər ilk məhəlləsi buraydı. Buraydı, ondan sonra hər 2 dənə villa tikdi, oranın adını qoydular. Belə hər nəsə mövzu o deyil. Allah alana da, satana da xeyir eləsin. Qiymətə var bir dənə. 152.500 manata bu evi əldə eləyə bilərsən. Real müştəri olsa, inşallah ki, evimizin sahibi, anamız, atamız bu evdə aşağı yuxarı qiymət eləyər. Allah alana da, satana da xeyir eləsin.